Elə yaxşı eşidirsiniz. Bəli. Mən istəyirəm ki, siz danışasınız kitabxanalarınızdan. Sizin bildiyimə görə çox yaxşı kitabxanalarınız oldu. Bəli. O kitabları necə əldə edirdiniz o vaxtı? O kitabları əsasən məndə düzün deyim, İnqilabdan qabaqki kitablardır, çap olunmuş kitablar. 90% Rus dilində. Rus dilində İnqilabdan qabaqki əsasən. Sovet dövründə çıxan tək-tük nadir hallarda o da İnqilabdan qabaqki kitabların yeni nəşrləri olurdu. Qalan Sovet ədəbiyyatı adında şey məndə yox idi. Yəni Sovet tutalım da, məsələn, Fadeyevdir, Gəncqi, məsələn dilində, Gəncqi vardı, ya Şamo, Azərbaycan, yəni belə şeylər məndə yox idi. Ancaq bu cürdür, əksər də xarici yazıçılar. Siz onda harada yaşayırdınız? Deməli, Lənkəranda yaşayırdım. Onda əvvələn lap onda mən kitab alırdım da. Yəni deməli məndə kitaba indi lap belə uşaqlıqda. Mən dərsə gedəndə lap 2-ci, 3-cü sinifdə. Bilmirəm, elə orta vardı, 3-4 falan belə qiymət alır. Sonra məndə bu ədəbiyyat gördüm, məndə maraq oyandı. Maraq oyandı, maraqla oxuyurdum yazıçıların təzimi hallarını, ədəbi kitablarda, bunların əsərlərindən nümunələr. Məndə maraq oyandı, yaddaşım qaldı, yaxşı idi. Bu müəllimlər gördülər, mən nə sual verirlər, cavab verirəm, o da elə falan. Hətta sonra 4-cü, 5-ci, 6-cı siniflərdən hətta gəlirdim, imtahan verən uşaqlar, pullu şəhərdən işləyən uşaqlar, onlar mənə xəbər göndərirlər, biletin cavabı, sualı göndərirlər, mən çöldə yazırdım biletin cavabı, əzbər. Mənə bir şey maraqlıdır. Məsələn, o vaxtı oxuduğunuz hansı uşaq ədəbiyyatı yadınızda qalıbdır, belə ilk? Yox, uşaq ədəbiyyatının o qədər marağım olmuyor. Uşaq vaxtı oxuduğunuz. Uşaq vaxtı nağıllar, vay dələ. Deməli, lerikdə işləyirdi atam. Yadımdadır, balaca kitabdan 1-ci sinifdə oxuyurdum. 6-7 yaşım. Gedirdim balaca, orada kitab mağazını vardı, balaca butkaydı. Biri adı yadımdadır, Əfsələddin və Xaqan. Güya Əfsələddin adlı bir uşaq gedir, nə bilim nə olur. Sonra biri gəlir çapa bu uşaq oxuyur, bu uşaq oxuyur da çox maraqlanır. Biri gəlir kənddən atla çapa, buna suallar verir, bu uşaq ona çox astronomik cavablar verir, gülməli cavablar. Biri yadımda dedi, ay köpək oğlu, nə çapardım səni, at belində danışır, bununla danışır uşaqla. O da deyir ki, əmi çap ki, geridə qalmışsan, dəstə getdi çap. Bu çap sözün oynadır uşaq. Bu cürdən belə şeylər oxuyurdum belə. Sonra nağıllar, Azərbaycan nağılları, Mənsum dayı necə dünya, necə oxuyurdum, necə ləzzət alırdım. Başımın altında qoyurdum. Alırdım ezdə, atamdan pul alırdım. Gedim alırdım, bunları oxuyurdum, saxlayırdım özlərində. Ondan sonra... Yəni siz artıq məktəbdə oxuyanda sizin kitabxana var idi. Bəli, mən bəli, almışdım. Əsasən bu cürdən özüm maraqlandığım şeylər. Yəni o 1-ci sinifdən demirəm, gedib alırdım. O vaxtdan bəri alırdım, 6-7 yaşımdan. Sonra bu get-gedə əlbəttə artdı, çoxaldı. Amma o Lənkəranda nə var? Lənkəranda kitabxanalarda Şahbaz nə var? Hamısını oxumuşum. İnanırsan, Allah'a olsun, Lənkəran şəhər kitabxanasında nə var? Gedib alıb oxumuşum. O qədər oxuyurdum. Bəs o öz kitabxananızı yaradanda, məsələn, o deyirsiniz ki, böyük kitabxananız var idi. Onu nə yolla? Böyük nisbətən. Sıfırsın da atadır, xərclik verir. Tutalım, nə indi mənim 15-16 yaşım vardı. Ya da uşaqlarla, cavan uşaqlarla gedib çayxanaya gedirdi. Ya da dostlarım olurdu, görsən. Dost olurdu da, Lənkəranda qarman çalan vardı, ondan dost idi, pulu çox idi. Gedirdi. Sonra zat bu
Demədim o zat. Komünistin zadı. Muhbiri. Gelirdi kitap mağazından ben seçip ayırırdım. O pulum verirdi. Kitap mağazasına Rusya'dan gelirdi de kitaplar. Kitaplar esasen Rusya'dan gelir. Rusya'dan. Şimdi bizde de ne çıkırdı? Ama bizde çıkanlardan ben de az aldım. Da nadir hallarda olur. Mesela bu Martin Heidegger'i o bizde çıkıp onu okumuşum. Onu görseydim. Sizin gündəlikdə var. O görseydim. Bağlı bir qeyd var. O O da görseydim. buradan sizə elə böyük təsir eləmişdi. O çok bana da. Çünkü hayatım o cürdür de o şey benim. Yazırdım kalırdı, çap olunmadı. Yazırdım evde belki 10 cilt eser vardı. Ne kadar itti battı, köşte. Hamı el yazmadı, orada, burada, hamı. Allah'ın olsun ne kadar çok da eyleleri vardı ki belki de bana göre en yaxşı eserdi, itib battı bile. İndi siz artıq siz nə vaxt hiss elədiniz ki, siz mütləq yazıcı olacaqsınız? Birinci defa tahminen 15-16 yaşında, 15 yaşında. 15 yaşında bir armut ağacı şiirini yazdığını. Hayatımızda bir armut ağacı vardı. Bir dələdiziniza da eləyəndə, sədə baxmayanda anan gelirdi. Gündə gelirdi oynamağa. Ayakkabını suyla doldururdu. Anam deli olurdu. Paltarını batırırdı. Oyundu da. Korkumdan kaçıp çıkırdı o ağaca. Çıkırdım bir de yerim vardı orada. Ağaç da yaxşı ağaçdı. Armut ağacı. Lətenc armudu. Bal kimiydi. Çıkırdım burada. Ağaçla. Ondan sonra ilk şehrimi ona yazdım. Armut ağacı. O itti battı ama ilk şehrim zad oldu. Yayda yağış. Neyse yağır. Lənkəranda yağardı biliyorsun. Yağın şiddetli vaxtında Leysan. Qəribəydi də böyle yayda yağış necə olardı. O qalıb, o kitablarda çıxıb. O şehrim qalıb. Yəni siz ilk bax Lənkərandakı evinizdə kitabxananız var idi və sonra Bəli, vardı. Bakıya keçəndə onları əlbəttə özümlə bağladım, gətirdim. Kəsələrdə itirdi. Mesela Jack London'un çok külliyatı vardı. Onu hasansa itirdi. Yandırdı, töküldü. Yaxşı romanları vardı. bəs bu Bakıda o kitabxananı satmaq zərurəti nə vaxt yarandı? Necə? Pulsuz var, gəldi başıya. Təsəvvür elə ki, iş yok. İş yoktu. İş yoktu. Aile de oğlum bir tane de zehirdi. Ben üç neferdir. Abi bak yemek içmek lazımdı. İndi Lənkərandan ne gelirdi? Atam gönderdi, anam gelir gedirdi. Getirirdi. Yoktu, ondan dolanırdı. Çok da olunmurdu. Çok çetinlikle de, ay değil de bir de ne güclə çıkırdı. Bu ellere küçəyli çatıb olanda o şey ben təsəvvür elə ki, müqəddəs karate poema yazdım, Bayron'a. Şimdi burada olsaydı okuyardım görüne. Da o da üçün sensasiyaydı. Yani elə bədii cəhdə Bayron'a şey. Bu yayıldı bu her yana ama çap olunmurdu. Sonra mənə dedilər, kim idi bileyim, Fikrət Sadır. Dediler siz alırlıya Yasra İtkan'da okunsun. Dedim okuyamıyorum, üzüm gelmir. Mehdi Hüseyin, Mirza İbrahim o Rəyasət heyəti gülası okunurdu orada. Təzə əsr olanda Rəyasət heyəti otururdu. Hamı qulaq asırdı. Qulaq asırdılar. Sonra çap olunurdu əsər. Cavanların. Belə canlı şəkildə qulaq asırdı. Hə, qulaq asırdılar. İndi bir roman yazan da orada oxuyur. Yok, romanı indi alırlar evde okurlar. Ama bu poemadı diye 400 misra. Poema. Dedim ben okuyamıyorum. Onda dediler başkası kelenterli yoktu. Var idi. Kelenter dedi ha ben okuyarım. Ben de dedi oturdum orada Mehdi Hüseyin, Mirza İbrahim olsa hamı kalıp bile ben de bir oturmuşum. Bu kelenter okudu. Hiç kim var, bir kelime. Bir sesle de o mümkün değildi. Bir karate yol dedi sen dumanın içinde. Kütüyür dağları bir canın içinde. Sen sürücüsü bir nefer, sernişini bir nefer. Hem adıdır hem de çok garibedir bu sefer. Gözüm her azaba, gözüm her əziyyətə,
Gedir bu karete, gedir zulmete. Şimdi 6. misra oluşum Baylo'nun sürücüsüne yazmışam. Epilogdur belə. Gedir ebediyete, gedir belə. Yani yüksek, o kadar yüksek bədii əsər. Hamı beğendi, meclisindir, ne yaxşı. Bu zat onlar, Azərbaycan jurnalında çap olunan İngiltere'de de çıxar. Deyər ki, Azərbaycanlı şair gör necə Bayronu poemaya. Bayronu çok sevirdim de, çok hoşgirdim de, romantik. Ülkeden çıkıp gidergin olup, gedib azadlıq uğrunda vuruşub, Yunan xalqının azadlığı, mən üçün də azadlıq idi. Azadlıqdan başqa beynimdə heç nə yox idi. Yeganə adamdım, partiyacıyı dövürdüm, azadlıq istəyirdim. Sovet. Bəs necə bunlar sizdən tələb eləmədilər ki, bəs partiya üzvü deyilsiniz, amma burada sizin poemanız necə çıxa bilər? Toxunmurdular da işləri yoxdu. Baxırdılar, ya yazıqları gəlirdi, ya görürlər, baxır, heç kimi yoxdu. Ondan bəri Beytisin öldü yazır, öldü, zəhər öldürdülər. Şeyx, o söhbət biraz şeydir. Onu eləmək istəmirəm. Yəni o söhbəti eləmək istəmirəm. Lazımdır, qoy önüydən mən. Mən də istəmirəm. Belə bir sənə məlumat üçün dedim. Yox, onu eşitmişim, onu bilirəm. Yəni, kitabxanaları harada satırdınız belə bu kitablarınızı? Evdə qalıb düzmüşəm. Belə şeyləri özüm düzəldim əvvəl. Bir usta vardı, o geldi, mən üçün düzəltdi evdə. Lənkəranlı idi, burada zətdə işləyirdi, burada haradasa. Neft adında işləyirdi. O mənə usta verdi, erməni. Gəldi burada evdə, mən üçün belə hər tikdi taxtadan, tikdi. Ona qədər elə yığırdım, qalırdı, götürdüm, oxuyurdum. Yox, onu demirəm. Siz ki başladınız kitablarınızı satmağa, satmağa. Onu deyirəm ki, harada satırdınız və necə satırdınız? O bazar yoxdur, demirdim kitab bazarı. Oraya gedirdim, orada doğruydu orada. Müşteri doğruydu. Kitap alanlar vardı. Necə adam, hepsiler. Bir dəfə də o dostum sattı. Bir dəfə onu sattı. Onu sattı bir dəfə. Ve o kitapları satıp bu şedevləri saklıyordum. Joyce, Kafka falan. Bu türden adları yadımdan çıkıyor. Ne yazılar var da hala da Azerbaycan'da tanınmıyor. Dahi yazıları siyaseten. Levon, Gustav Levon. Bu olup sosyal psixologiyanın böyle atalarından biri. Ben adını çekirəm birinci defa. Azerbaycan Levon'u hala da bilmirlər. Xalqların... Bunu bir defa xalqların ve kısımların psikologiyası. Bunu bir defa pazarda bir zat var, Yahudi vardı. Bu köhne böyle kitapları gelip satardı. Hemşe ondan alırdın. Yahudiydi, gəzirdi bu. Evlerin zadı gəzirdi. Ben geldim, baktım, ben de o Levon'u yaxşı tanıyırdım. Ki sosyalizmi məhv eləyən adam. Komünizmi biabır eləyən adam. Yani imqabdan qabaq hələ Marks'ı. Burayı bilirdim de necə əsərdir. Geldim, gördüm bir tane. Baktım Levon xalqların bütüklərini vay dede. Burada bizde yok, Yahudidir. Şimdi ben bunu da desem 16 sayfa yok dedi. Nihmata yaşasına sırası dedim. Şu yalanlar değil. Dedim nihmata aşı dedi biri тебе нужно ты такой любишь. Так dedim nihmata yaşasına falan. Сколько nime hazırım 100 manat verim Allah'ın olsun. Dedi aşı davay da 5 rubli. 5 manat. 5 manat verdim geldim. Ay Allah ne bu. Okuyuram ay Allah. Onu sonra Sakabata sattım. Sonra çıktı Sovet dövründe. Ama el gezdirmişler. Müəyyən yerleri bulmuşlar. Zərtüş belə demişdik. Onu necə oldu ki tərcümə elədiniz? Hardan ağlınıza gəldi? Nietzsche'ni. O Nietzsche de o pərəstlik elədiyim adamlardan biriydi. Hem böyle əsəri də bu idi. Bu idi. Sonra gördüm ki çıktı Rus dilində. Moskva, İngilizdən qabaq.
Qabaq, sonra da çıxdı ama çox sonra. Onu 3 nüsxəsini almışdım. Biri lap iftidai, biri sonra, biri ən kamil. Dönə çap olunmuşdu da. Onu aldım da, mən üçün bayramdı da. Onu əzbər bilirdim, az qala. Az qala kitabı əzbər bilirdim. Gəlmişdim, onu daha sonra bütün xətt çəkmişdim. Levonu necə eləmişdim. Hər cümlənin altından kasetim vardı da, o hoşum gələn yerləri altından qızardırdım. Kitab qızarmışdı başlayan yere. O Martin Eden kimi. Orada Martin Eden'de o özümü okşar. Özümü okşar yerler. Ama o günlərdə yapmış, mən Martin Eden olmayacağım. Təsəvvür elə ki, sevgim 3 dəfə olub da. Bu qızlar da yazırdı internetdə. Necə 3 dənə birdən. Ay xanımlar dedim, mən bunları bir vaxtda sevməmişəm. Biri 16 yaşım vardı, Lənkərandaydı, Şərqiyə. Lənkəran gözəli. Oydu, baxırdı, gülür, gülümsəyirdi. Bir dəfə siniflərindən keçdim falan. Uzun əhvalatdır. Sonra gəldim Bakıya, Zenfiranı gördüm. Hoşuma gəldi. Birinci katibin qızıydı. Necə gözəlidir. Universitetdə oxuyurdu, Biofakda. Yaxşı, gəldi 1 il, 2 il görüşürük, evlən. Mən nəylə evlənim? Evim yox, işim yox. Mən necə evlənim? Qıza baxıram ki, mən bunu alım, harada saxlayayım. İşim yox, pulum yox. Neyini? Özüm uzaqlaşdım, özümü. Gördüm buradan gedir ve mən getdim. Bizi getirdi. Onu görmüşdü, Vaqif Nəsib mənə şeir yazmışdı. Şeir yazmışdı, qalı böyük şeirlər çıxıb. Vaqif Nəsib gözəl şeirlər yazmışdı. O da böyük şair. Ağa gördü bir qızın yüreğine ot salır. Ne o kadar güzel idi. Gedirdim bağda otururdum. Bir saat sohbet edip. Bir defa sonra gelip yüzünden yanarlarım. Öptüm. Ben sağ olun. O da gitmeliydi, gitti. Sonra Nüşabə axırıncı. 3 yıl sonra bununla, 2 yıl, 3 yıl sonra Nüşabə da o başının bir nömrəli gözəli. Onunla da necə, bir dəfə gedir yuxarı, Baksovetdə düşür, musiqi məktəbində oxuyurdu. Bunu ötür, nə danışıram bilmirəm, dəli kimi danışıram, gedir o, 132 nömrəli məktəbin dalıysa, evləri biraz Baksovetdən yuxarıdaydı. Dedi, birazdan sonra nasıl yıkacaksan beni xəndəyə. O kadar, gedirik belə, o kadar çok, dəli kimi olmuşam. Onun da böyle atası polkovnik. O da böyle neyim ben? Gittim. Onunla da sevgi kurtardı. Sonra da evlenmek istemirdim. Sonra gördüm bir defa. Dediler ki falan bir nefer ölüp evde 10 yıl evde kalmış. Dedim bana tek adam. Bana tek olmam beni dehşet de. 35-36 yaşım vardı. Yani tez gittim dedim. Mama da var bir tane kız. Tap bir tane daha aktarmaya da. O tanıyırdım da. Kısmı tanıyırdım. Dediler onu. Onu dedim razıyım. Əslində bu tərcümələrdəndir. Necə oldu ki, bax bu Zərdüş belə, bunu siz harda çap elətdirmişdiniz bizdən əvvəl? Biz kitab kimi nəşr eləmişdik. Orada hardasa jurnalda, bax, Sovet... Yox, jurnalda çap eləmirdi. Ancaq kitab kimi. Kitab kimi. O da daha azadlı oldu, çap oldu. Bu ikincisi bir nömrəli adısı, alıcısı mən idim. Həmişə təzə nə vardı, mənə göstərirlər, sonra satırlar da. Qonaqzad eləyirdim, onu gəlib mənə. Hatta bir defa özüm de oraya koydum. Nietzsche'nin bir cildi məndə vardı. Bazı sayfalardan hem neydi falan, harap idi neydi. Onu aparıp koydum. Koydum orada 100 manata. Sonra ben aldım 150 manata. Onu 100 manata koydum. Onlar koymuşlar pencerenin qabağında. Böyük pencere vardı böyle, divar burada. Bu kilisi bilirdi o. Azerbaycan kino tiyatronun bu tarafında. Orada pencere qabağında bunu koyurlar, gösterirler. Yani Nietzsche'nin zarı o. Geceye kimse gelir saat 3'te 4'te. O boyda pencereni vurup sındırar. Yüreğe bakıyor. Giden kitapçı.
Bir an beləncik görsəydim onu mən təbrik edərdim. O kitabı oradan uğurlamışlar. Geldim səhər gördüm bana yığışır polisi, milisant. Ne işi dediler sen? Bak işte öyle senin adını rezil zarlı vururlar bize diyor bin muhaseler vururlar. Onu götürüp o kuruyu bakarlar. Nasıl o kitabı? Nasıl o kitabı? Heç nəyə dəymir. Birim mağazına o boyda pəncərəni sındırır. Bir neçəni götürüb mənim qoydum. Kitabı götürüb gedib məsələ. Dedim ona aldı. Buna gelip size 10 il iş verirler de. Okur geldim. Bu cürden devlet mağazasından. Bu cürden alırdım, yığırdım. Sonra bilen Bakı'ya geldim, o evden de geldi, o dostum gönderdi. Ermeni ustasıydı. Geldi, ben bir şkaf dikti. Ve oradan sonra satırdılar. Ve ondan sonra o Ratsan'dan sonra dünya filozofları, sonra şkaflar aldım böyle. Böyle şkaflar evin hatta buraya həyətdə koymuşum. Ondan aldım 6 tane yekə böyle örtülü şüşeyle. Onları aldım evde oca üstüne koymuşum. Satmıyordum. Şimdi satan deyəndə hansından doymuştum, hansından keçinebilərdim, onları satmıştım da. Görsen Momzen gördün de Momzen. Onu gösterdim size. Şitille var böyle. O kızılla suyun diye. Onun üstü kızılla yazılı. Şimdi orada ne kadar kızıl var kopardım. Kızılı satma olur. Öyle demeyin evi gelip yararlar. Demedim. Dedim o kızına göre üstünden yazılı da Momzen. Rim. Harflerle yazılı kızım. Onları böyle kitapları onları saklıyordum. Onun o Momzen'in 2 kitabı çıkıyor. 50 adam var. Yunanistan. Bu Roma'nın da nece Roma yaradı. Birinci kapısından açılandan beri, birinci ev tikilenden beri dağılana kadar Roma imperiyası mahvolana kadar tarihini yazdı. Onun 50 adası da var. O da bol boyda güzel kitap. O pulsuz vakti onu yapıp sattım onu. 50 adanı. Momzen'in 50 adanı. Yüreğim böyle kala ama da evlatımız yoktu, yaşayamırdı. Siz okumağı necə? Gündəlik oxuyurdunuz? O her gün okurdum hele. Her gün. İşim gücüm okumakta. Hele çörek yiyende de okuyordum. Okuyordum. Gözlerim arada askı saldım. Gördüm bu okuyan, pis okuyan. Ben tahminen bir 60-70 yaşında. Sonra nasıl gördüm ihtiyaç yoktu. Gözüm böyle düzeldi, öyle bir gözünden düzeldi. Allah düzeltti de. Şimdi de askısız okuran. O şehirlerde yazırlar. Bura okuyor diye, arvatlar yazılıyor. Bura okuyor, kişi 90 yaşı var, askısız okuyor. Bəs yaxşı, əgər məsələn belə tövsiyə eləsəniz də hansı kitablar okunsa daha yaxşı olar? Çoxdur, mənim onu ayrılmərəm axı. Ayrılmərəm, mənim yazıcı kimi. Məsələn görmək əlbəttə Kafka, Joyce, Proust, bunlar birinci kere neyinki okuyasan, bütün bunları geri ezber bilesən. Bütün mahiyyəti ne var, ezber. Proust çox çətin. Onu adi adam oxuya bilməz. Yox, başa düşmür. Hazır. Mesela biri gelir, onun romanlarından biri budur ki, bunu polis bunu izleyir. KGB o haricide de, bütün ülkelerde var da KGB indi. Bazı bizdeki kimi de öyle, orada öyle böyle görende anti devlettir, onu izleyirler. Böyle görende devletin, böyle adamlar var da, Amerikan mühendisi var diye okuyur diye sesinden. Ay Allah sesi. Michael Jackson. Necə sesi vardı ki, manifestin qalır hələ, o yaxınlarda öldü. O cavan idi, Dilayla oxuyur. Dilayla, adam necə? Amerikan əleyhinə danışırdı, elə. Dedim, bu başı xarab deyil. Sən Amerikayla ne Amerikansan, ne işin var sana Amerikayla? Böyle söyüp yağmur ölürdü. Öldürdüler. 10 yaşında, 35 yaşında ölüm öldürdüler. Amerika kime de? Akı dözmek olmur akı.
Bu asıl asker senin bu Amerika'da işleri yok diye. Bu bir nefer bizden kasıb evvel de yaşayır. Danışır Dallas'ta. Her gün danışır. Yaşlı kişidir. Rusça. İnternette Azerbaycanlı doludur. He Bakılıdır. Her gün danışır. Doludur internette. Kulak asarsan ona yaxşı da danışır. Yıkı çürüyor Amerikanın. Başı xarab deyil. Dallas'ta yaşayır. Zaten Amerikan deyəndə prezidenti qəbul edir. İndi belə adamlar var da dəli. Mən dilimi saxlayırdım. Onu Heydər müəllim demişdi ki, Əli Səncata toxunmayın, nə yazırsa qoy çap olunsun. Çünki o adam özünü aparmağı bacarır. Bu onun sözüdür mənə, gəl Sirius mənə dedi. Ən çətin üzləşdiyin tərcümə hansı tərcümədir? O elədiyin tərcümə. İndi o bir Gürcüdür, bir dənə də Rusdur, KGB. KGB'nin tarixini yazırlar, bütün işləri. Mən gördüm ki, bunu 100 yerdə bunların məqsədləri nədir? 100 səhifə. Hatta bunu bir yerdə yazdı, 2 yerdə yazdı. 100 səhifə. Bu cür həddindən çox 70% təkrardır. Hadisələr təkrar olunur. KGB'nin işi nədir? Ya bunlardan qaçanı təqib edirlər, ya xaricdən necə kimlər orada bunu verirlər, ya da özlərində kimdir rəhbərlər. Bunları şöbələr düzülüb, 2 yerdə, 3 yerdə verdim da gördüm artıqdır. Onu ixtisarla edirəm. 700 səhifədir, təxminən olacaq 300 səhifə. Bu, mən ardıcıl düzülmüşəm. Çünki orada elə səhifələr var, oxumaq mümkün deyil də mənasıdır. Bir şey yadıma düşdü. Sizin o GTK yazarıq, iri hərflərlə balaca. sizin o Dünya Filosofları kitabınıza deyəsən Fəlsəfə İnstitutu doktor verdi də, fəlsəfə doktoru vermiş. Doğru mu? Hə, O vaxtda da Əli Abbasov verdi də o. Şimdi, Əli birinci danışdı, filosof var deyə çox aktiv. Xəstələnib öldü, ya üzüldülər, ya öldü. Lənkələnli, yardımlı, haralıydı. Biraz varlı olar. Hə. Fəlsəfə dərsliyi yazmış. O çoxlu kitabı çıxmışdı. Miflər, mifologiya. Bildim. O məruzə elədi mənim haqqımda yığıncaq. Akademiyanın Fəlsəfə İnstitutunun ümumi yığıncağı. Köçərdilər zaten sənin bu professorlar, akademiklər oturub hamısı. O tam ağzına kimin doluydu. Birinci o məruzə elədi mənim haqqımda. Həm o kitab, həm də başqa çox yazmışam. Nə fəlsəfə, sayı yoxdur. Yıxsan bir yerdə fəlsəfə eləsələr bir 5, 6, 7 cild olar da belə. O danışdı, sonra Əbləsən danışdı. O da fəlsəfə elədi. Doğru, professor o məruzə elədi. Sonra Əli Abbasov özü çıxış elədi. O da oxumuşdu, ön sözü o yazıb. O yazıb kitabı. Sonra ondan sonra o adı çata koyuldu. Bir sətlə, bir tane arvat da var diye fəlsəfə elmlər doktoru da öldü diye yazdı. Yaman şey diye dediler, o başı aleyhine çıktı falan. Çıxar da hiç. Yazıb bir kəlmə danışmadı hiç. Bir sətlə doktor adını verdiler, diplom da verdiler. Harda 60'a diplom itirmeydiler diye. Verdiler, jurnalda zad elədi kitabın. Avluşka çap elədi. Və mənim qazancım bu olub. Yəni Sovet dövründən sonra da, o hələ Sovet dövrü idi. 83'də çıxdı. Sovet dövləti 90. Bizim Azərbaycanda hansı filosoflar, kimlər var? İzlərin yoxdur. Kimləri oxumuşdunuz belə? İndi demirəm, cavan vaxtı. Elə belə böyük, dərin, həqiqi, amansız həqiqətləri, amansız deyilməyən, açılmayan həqiqətləri deyə bilən, açan falan. Yazıçıların adını çəkdiniz, bax, hansı filosofları? Deyirəm, yox. Bizdə yox, ümumiyyətlə, bax, dünyada hansıları sizə görə oxunmalıdır? Adları yadından çıxıb. Adları kitablarında vardı, adları yadından çıxıb. Mənci o idi ki, Schopenhauer ən çox külliyatını almışam. Nietzsche,
Nietzsche. Hegel zat buna hiç. Kant Marx'ı- falan yok. Kant, o adların sırasını değilim hansı. Yani adları, Kant'ın kitapları var. Ama Hegel'e hoşum gelmedi. Onu hiç onu kitaplarını da almadım. Nietzsche gibi adam da adaletsiz değil. Bu adam filosof oldu, yaxşı filosof. Bir kitabı çıxıb, bende var. Onu gələ tərcümə elətdirəyi, çıxmıyor belə. Nietzsche için yol olub belə. Bütün Avrupa'da yoktu böyle kitap. Bende var o. 7. stüdyenliği. Yeo Softwrenlos. En sosyalizmin korktuğu adam olur. Deməli, yegane adam ve onun mülkü, neyi var? Var dövləti. Bunlara dil toxunma olmaz, qətiyyən. Bu cüründən ümumiyyətlə hər insan bir yeganədir. Və o insanın nəyi də var, ona toxunma olmaz. Qətiyyən bunu sübut edir. O yazı gör necə olub Şahbaz. Almaniyada acından ölüb. Acından ölüb ya Almaniyada. Ve bunu bir milçək sancıb onunla da ölüb. Milçək sancıb bunu. Onun dostluq elədiyi kim ola bilər? Ona Bende var kitabı. Verərəm tərcümə. Wagner'lə olan münasibətləri yaxşı olub. Wagner belə Nietzsche'ye münasibəti yaxşı olub. Hə. Wagner'in sonra araları deyil. Nietzsche onun Sonra əleyhinə şey universitetdə yazdı. o işləyirdi, onu oradan Nietzsche əleyhinə çıxartdılar. yazdı. Hə. Hə. Nietzsche onun əleyhinə yazdı sonra. Əvvəl biraz əleyhinə. Onu deyirəm ki, Nietzsche Stirner. İşləyirdi. Yegane Nietzsche'nin müəllimi olub. Yegane deyirmiş belə. Adam Stirner gelir onu okuyor onu. Ama bir de eserinde yazmıyor be. Nietzsche'de de deməli əndalası. Gözlə, amma onlar universitetdə görüşüblər ilk dəfə. Elə o dəvət edib onu universitetə. Deyirəm də, hə. 20 neçə yaşında. Hə. Stirner. O yazmışam ben onların münasibəti. Haradasa Nietzsche hakkında. Nietzsche hakkında ben çok yazmışım. Bir de biri laf böyük yaşardı. Yani 20-30 sayfalar var. Qalandakı elə doğrudur. Kafka, Nietzsche. Kafka hakkında balaca bırakırlar diye. O yarısıdır. O uzad nəşriyyatında uşaqları, Dilgəngil bırakıb yarsın. Kafka və mən adıyla bırakırlar. Amma o çoxdur. Mən sonra onların bəl çap olunmamışlarını da verdim, onları da qalb ediyor. Təzdən bırakıyorum, neyse qaldı. Odur, Kafka'dır, Nietzsche'dir. Bunlar hakkında çok yazmış. O ne kadar değilsen yazmışım. Çok eserlerde doğruludur. Onları yığıp mesela ayrı çap eləmək Mesela tutalım da laf belə Həlsən İcatın kumirləri, mesela bile.